Herkese salam, yeni YouTube videomuzda mən Jakras. Bugün 15.000 kupanı nöqtəsini qoymağa çalışacağıq. Düzdür, bir-iki oyun qabağa gedib arxaya düşdüyüm olub, amma yenə də eybi yox. Ən azından video çəkməli bir konseptimiz var. Normalda yayında 15.000 kupa eləyəcəydim. 15-14.000, 750 kupalar, 750 deyirəm, 850 kupada ilişdi. Yəni son oyun qalmışdı əslində. Biraz bəxtsizlik, imkan vermək üçün 15.000 kupalıq ana kuleni açaq. Fıçıya oxlar. Deməli, kiçik büyüsü əlindən çıxıb deyə biz də fıçı atırıq. Adamın dəstəsinə sürətlidir. Bayaq Dart Goblin əslində tomruk atmışdı. Amma yenə də fırlada bildi. Açığı saymadım. Yenə də dəstəsi sürətliymiş. Deməli, biraz çətin oyun ola bilər. Şey için ölməməyi biraz biz için problemdir. Doğrudan kiçik büyü deyəndə elə bayaq da oxlar atıbmış. Tomruk attığını fərz eləmişdim ki, dedim ki, nə tez fırlatdı yəni. Adamın dəstəsi sürətli deyilmiş. Adam sadəcə barzoymuş. Deməli, koruma orada tam da yaxşı dözə bilməyəcək. Ən azından bir vuruş almayayım deyə yaramazı attım. Sol tərəfə ən azından biraz hasar verdik. Amma hələ ki düzdür, hasarda arxadayıq, amma vəziyyətimiz o qədər də pis deyil. Rəqib hələ fıçı atmayıb deyəsən. Evrimli fıçını gözləyirəm. Nə oldu? Normalda korumaları belə atanda düz topçu kulesinə qarşı əgər başqa bir birliyə baxmırsa fıçı heç vurmur. Yəni bu iki koruma buradakı, bir də buradakı goblinə baxır. Amma ki bayaq şövalyəyə baxırdı deyə bir dənə vuruş aldıq. Deməli, şeysi bizi biraz bezdirəcəkdi deyə onun üçün oxlar atmaq məcburiyyətində qaldım. Yaramazdan sol tərəfə çəkək bunları. Buradan bir dənə fıçı atırıq. Bir də ortadan korumalar. Deməli, dartı qorumaq lazımdır. Onun üçün yaramaz atıram. Sağlı sollu bir dənə atak eləyək. Bu arada fişəkçinin ölməyi çox yaxşı oldu. Yenə də dartı qorumağa davam. Sağa sola eyni hasarı vermişik, amma yenə də vəziyyət o qədər yaxşı deyil. Korumaları əlimizdə saxlaya da bilərdik, amma dəstəni çevirmək üçün korumaları attım. Deməli, şövalyə Tesla'ya biraz gəlsin, yaramazdan da ki, fişəkçini kəsək. 3x girəndə raket atmağa başlaya bilərik. Bu arada sol tərəfə bilmirəm nə ilənsə vurub çox belə yaxşı hasar verib. Arxasına yəqin ki, fişəkçi gələr. Minyonlar üçün oxlar. Ən azından minyonlar atmasa belə fişəkçini öldürməyə ehtiyac var idi. Yaramaz biraz vur. Biraz dediyim o qədər biraz deyil də olsun. Valkür, Tesla. 3x'e girdik. Bir dənə bizə minimal defans lazımdır, sonra raket. Yəqin ki şey basar, fısı. Ortadan Tesla. Yaramaz. Raket. Valkür'ü ortaya atıram. Yine bunu oxlar. Kuleye vurdu, kuleye vurdu, kuleye vurdu. 2 dəfə kuleye vurdu, amma buna rağmen çevirə biləcəyimizi düşünürəm.
Raşet lazımdır, raşet lazımdır. Ama 7 saniyen olmağı biraz pis oldu. 5 saniye, 4. Ay 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 ay. Fişəkçinin orada evrimli fişəkçini vurmağı çətin oldu. Adam da ki toksik imiş. Təbrik edirəm, yəni təbrik edirəm. Oyun utdun. Play again. En azından videomuz biraz uzun olacak. Çünkü neçə vaxtda paylaşdığım videolar əsasən 10 dəqiqə 11 dəqiqə falan olurdu. Biraz uzun videonun olmağı yorumlarda da yazılmışdı ki, həm biraz uzun olsun. Bəlkə də ona görə hal-hazırda oyunumuz düz gətirmədi. Bunun birincisi var yəqin ki. Hələ də başka bir şey çıxa bilər. Yox, adam şey oynayır. XY. Oxları əslində ata bilərəm. Yəni çox belə gözlədim. Yersiz orada gözlədim əslində. Çünki bir an fikirləşdim ki, oxlar atsam, sonra nə ata bilər falan filan. Gördüm ki, heç nə yoxdur. Neysə. Normalda mən antiyəm, amma ki, indi bu dəqiqə topçu kulesi oynayırıq deyə kulecanı normal olaraq az başlayıram. Bu da ki, bir balaca bizim üçün problemdir. Goblinlər bir dənə vursa belə bizim üçün qənimətdir, amma adam imkan verən deyil. Dart Goblin. Valkyr orada tam da yaşayan deyil deyə məcbur mən Tesla'nı tikməli idim. Bura ateş topu ata bilər deyə düşünürəm. Yox, atmadı deyə hasar yeyir indi bu dəqiqə. O binici neydi? Şövalye bir dənə vuracaq deyə korumaları atmağa məcburam. Sağlı sollu bir dənə atak eləyirik. Adam kasırgalı bir şey oynayır. Yox, buz ruhunun yerinə deməli bu kartı alıb. Deməli dart atırıq. Bir dənə ateş topu yedi, amma olsun. Təxmini Tesla attım, amma tam da tutmadı. Sol tərəfdən buna görə bəlkə XY ata bilər. Evrimli oxçuları yəqin ki, gözlədir adam əsasən. Bir dənə fake fıçı. Adamın evrimli okçuları da yok imiş. Bu arada şövalyeni ora atmağı ilə 3-4 tane vuruş alacaktı. Sırf şövalye orada oldu diye vura bilmədi. Cəmsi bir dənə vurdu. Oyun demiyorlar çox belə dibə-dibdə, amma en azından oxlar imkanı verdiyinə görə təşəkkür eləyərək də. Aha, Allah. İndi bura yaramaz ata bilərik. Dalıca yəqin ki, bura X-yə yatacaq. Onun üçün raketi hazır saxlamışdım. Bir-iki dənə vuruşu var onun raketdən sonraki. Onda yaramaz eləyəcək deyə. Hələ ki, hər şey okeydir. Deməli, rəqib ateş topu çevirməyə başladı. Amma bizim evrimli fıçı sağ olsun hər şeyi həll eləyəcək. Deməli, yenə də Tesla'nı atırıq ortadan. Sol tərəfə yaramaz atıram. Raşit bura atardım da, amma çox da agresiyaya ehtiyac yoxdur. Dartı qoruyaq. Afisa. Adam oyunu saldı. Allah. Deməli, bir dənə məğlubiyyətlə başladıq. İndi bir dənə win. Yaxşı eşləşmə vermişdi. Gəldik çıxdıq bayaq videoya başladığımız nöqtəyə. Deməli, adamın oxlarının olmağı. Əslində oxların olmağı biraz sərf eləyir, çünki oxlar tomruq qədər esnek deyil. Yəni
ürəyin istədiyin kimi ata bilmirsən. 3 iksirlə 2 iksir fərqi böyüdür. Amma adam. Korumaları atmağa məcbur idim, çünki əlavə hasar yiyəcəkdik korumaları atmasaydım. Bəzən ona görə çox hasar yediyim ya oyunu itirdiyim anlar dəhşət çox olur. Çünki dediyim kimi indi bu dəqiqə korumaları attım, amma bəzən biraz simicliyim tutur, deyirəm ki, yox da yəni qətimən bura iksir işlətməyəcəm, o bir dənə mızraqlı vurmasaydı çox yaxşı olardı, neysə. İksir işlətməyəcəm, sırf ona görə oyunun neçə dəfə uduzduğum olub. Deməli, adamın əlində indi bu dəqiqə oxları yerindədir. Çünki bayaq atanda oxları yox idi deyə çetə atdı. Bura biz raket ata bilərik əslində. İndi top atmağı çox yaxşı oldu, çünki oyunu bu yavaşlatdı. Mən əslində 2 iksir ziyandaydım, sırf raket atdığıma görə. Adam elə bil ki 3 iksirli defans kartını orada tikdi ki, otur orada. Deməli, oxlar əlində olduğuna görə sağlı sollu belə atak eləmək olar. Adam nə oynayırsan. Evrimli dart əslində oynaya bilərdim, amma sürəti yavaşlayıb deyə onun üçün evrimli dartdan bir balaca əlimi üzmüşəm. Dart goblin ümid edirəm ölməyəcək. Aha, əla. Bu da öləcək. Kuleyə necə vurdun? Neysə, evi yox. O əslində kuleyə vurmamalıydı. Deməli, oxlar əlindən çıxdı deyə biz də qoblinlər ata bilərik. Bütün fikrim dağıldı deyə sırf o fişəkçiyə görə. Yox, Valkür sırf çetinin vuruşlarını almamaq üçün körpüdən fıçı gözləyirəm əslində. Fıçı deyirəm, fişəkçi. Amma yəqin ki, əlində deyil. Deməli, dart goblin. Sol tərəfə yaramaz atıram. Madencə əslində biraz problem yaşadır, çünki çox hasar verir. Dart goblin yaşadı, super. O bir dənə mızraqlı vuruşunu almayayım deyə mən bu dəqiqə ora kart atmaq məcbur idim. Ən azından özdə evrimli valkürümüzü. Bu arada meqana çıxartmağı elə yaxşı oldu. Plus fişəkçi. Neysə. Arada belə şeylər ola bilir. Sol tərəfə qəşəng hasar verəcək. Super. Tesla orada olsa belə bir-iki dənə mızraqlı kuleyə vurmasın deyə mən valkürü attım. Deməli 3x və bizim bunu savunmalı olduğumuz Mega Plus Pekka var. Deməli Tesla'nı yenə tikirik. Buradan defansif. Bunlar gəlsin. Bu arada oyun biraz gedə bilər. Sol tərəfə fikir verməyək, çünki sol tərəfə fikir versəm oyun gedə bilər. Aha, əla. Mən oradan necə sağ çıxdım bilmirəm. Yenə Tesla'nı ortaya tikirik. 10 saniyədə defansda qalsam hər şey əla olacaq. Yaramaz elə madenci üçün atmışdım. Fişəkçi üçün valkürü qabaqdan atırıq və oyunu aldıq. Yəni çox belə əsəblərim körlandı oyunda. Deməli. Okay.
sandıqları da bir dənə tez bazar açaq. Neçə kupa qalmışıq? Olmuşuq da 700. 705 kupadan son 2 oyunumuz qalıb. Deməli, ümid edirəm heç bir aksiyeli çıxmaz. Rahat 15.000 kupamızı eləyə bilərik. Deməli, adam mini pekka oynayır. Mini pekka üçün qəşəng cavablarımız var. Yaramazın özü, sonra əsasda korumalar. Ortadan bir kart atacaq deyə dart elə ortada hazır saxlamışdım. Amma ki dart onu kəsə bilən deyil, amma sağ olsun korumalar sağ tərəfə biraz hasar verdi. Əvvəlki dart olsaydı həmin o fişəktinin vuruşundan qaçardı. Deməli, əlini təzdən yoxlamaq üçün körpüdən yaramaz atdım. Normalda mən çox elədiyim bir taktikdir. Həmişə körpüdən yaramaz atıram ki, rəqibi tanımaq üçün görüm nəyi var, nəyi yox. Təxmini kartların bilirik. Bir dənə deyəsən səhv eləmirəmsə kartı var hal-hazırda görmədiyimiz. O da atak kartıdır yəqin ki. Deməli, hələ ki rəqibdən ani bir hərəkət gəlməyib, amma hər an gələ bilər deyə Teslanı ortada saxlayıram. Deməli, binici. Ana kuleni açaq. Sağ tərəfə əslində oxlar ata bilərdim. Olsun. Sağlı sollu bir dənə atak eləmək qərarına gəldim mən də. Düzdür, bizim üçün yaxşı bir takas olmadı, belə deyim, amma ev yox. En azından biraz iksirimizi saxladıq. Deməli, korumaları sağdan ataq, çünki en azından əlimizdə bir çox cavab var. Fişəkçi gələ bilər deyə Valkür. Fişəkçi gələ bilər deyə Dart. Fişəkçi gələ bilər deyə Goblinlər. Deməli, sol tərəfə onsuz da hasar verən deyil. Sağ tərəfdən korumalar. Tesla bura. Tesla'nı korumaq üçün Valkür. Yaramaz atmasaydım da olardı, amma en azından sol tərəfdə bir baskı qurur deyə o qədər də vəziyyət pis deyil. Deməli, korumalar yenə. Binici gələ bilər deyə Tesla'nı hazır saxlayıram, amma yox, hələ ki binicinin səlsiz əmri yoxdur. Allah oxlar imkanı verdi bizə. Valkür oranı təmizləyəcək. Sol tərəfi bu dəfə boş buraxmaq istəmirəm. Sağ tərəfi, sol tərəfi. Çünki bayaq burada çetini boş buraxdım deyə çox hasar arxaya düşmüşdüm və hələ də sırf onun şotuna hasarda arxadayıq. Ortadan korumalar. Bura oxları atıram. Çox da akşına ehtiyac yoxdur. Deməli, indi bu dəqiqə Tesla'nın əlimizdə olmamağı biraz bizim üçün pisdir. Çünki binici gələ bilər və biniciyə ata biləcəyimiz bir dənə raket var. O da ki, atmaq istəmirəm əslində. İndi atacaq. Oo, çox super. Binici vuran deyil. Sağa bu, sola bu. Tesla'nın yerini səhv atdım. Okey. Fişəkçi gözləyirəm. Onun üçün körpüdən promo yaramazı göndərirəm ki, fişəkçi atmağının qarşısını alsın. Tesla'nı ortadan tikirəm. İndi bizə lazım olan Tesla'nı qorumaqdır. Deməli, sağlı sollu əslində topçu kuleləri savunacaq, amma yenə də boş buraxmaq olmaz. Deməli, binici gələ bilər əslində. Ona görə Valkürü buradan tikirəm. Tikirəm deyəndə qoyuram. Oxlar əlindən çıxdı. Yəni, çetə ata bilər deyə oxlar atıram. Amma yəni, yenə də oyunu aldıq.
Last. Deməli, son oyundakı utsaq 15.000 kupa ola biləcəyik. Adamın elektro ruhu var, XY oynama ehtimalı biraz böyüdü, çünki XY bu aralar artıb, amma ki yox. KD. Valkyria'dan əslində vaxtında çatdırsaydıq, bu boyda hasar verən deyildi KD bizə. Dart Goblin'dən balıqçını kəsək, ondan sonra ateş topunu qaçırdı, vəsə. Sağ kuleni aldıq deyə bilərik. Almadıq da, yəni kulenin canın en azından minə saldıq. Deməli, əslində gözləyirdim ki, adam böyle ekstra bir wow oynasın, amma oyunu saldı deyə düşünürəm. Yəni sağ kuleni verdisə bir ehtimal oyunu salıb, amma ki en azından bir balaca gözləyək bunun üçün. Yəni sağ tərəfə bütün iksirimizi xərcləyib, sonradan iksirsiz qalarıq falan filan deyə. Ona görə sağ tərəfə mən bütün iksirimi atmadım. Deməli, Tesla'nı ortadan tikək, yəqin ki adam elə var gücü ilə atak eləməyə çalışacaq. Korumaları nə qədər tez atsaq, o qədər yaxşıdır. Balıqçı ilə onsuz da korumaların birini çəkəcək. Tesla'ya bir dənə vuruş atacaq, yəqin ki kuleyə. Ayla. Heç bir hasar yemədik. Normalda KD dəstəsini mən çox önərirəm ki, yəni oynaya bilirsinizsə KD dəstəsi oynayın, çünki KD'nin eşləşmələri çox qəşəng olur. Yəni normalda KD mənə qarşı bayağı necə deyim. Mənim KD ilə oyunum dəhşət çətin keçən oyunlardan biridir. Düzdür demirəm, eşləşməm bir 100% KD-dədir ya məndədir. Amma yenə də KD-yə qarşı oynayanda əziyyət çəkirəm. Adamın misal üçün bayaqki səhvi sırf ateş topunu qaçırmaq idi. Bu arada adamın oyunun saldığını düşünürəm, amma yox, adam oyunu salmayıb. Yenə də ana kuleni də aldıq. Oyunumuzu da tamamladıq. Ümid edirəm tamamlandı. Yəni bunu mənə oyun eləyə bilməzsən də. Deməli, 15.000 kupa eləmək üçün son 5 kupa. Qabağımıza gələn rəqibdəki 995-dir. Ona görə ekstra bir yaxşı oynayacaq ki, en azından o 5 kupanı kassın. Bu arada arkadakı fişəkçi bizə biraz narahatçılıq yaradır, amma yəni hələ ki eləyə biləcəyimiz bir şey yoxdur. Özəlliyi basmasın deyə korumalar attım. Valkyr bir balaca can saxladı fişəkçidə. Sağ tərəfə bu arada qəşəng hasar vermiş deyəcəkdim də, yenə qabağımıza Mega Şövalye gəldi. Tesla plus yaramazla savunacam. Tesla'nın çox da hələ ki hasar yeməyini istəmirəm. Rəqibin tam olaraq dəstəsini bilmədiyimizə görə Tesla'nın en azından yaşamağı, bu canla belə yaşamağı bizə xeyirdir. Yəni, en azından bu ölənə qədər bizim iksirimiz də olur. Bu videoda qarşımıza neçə dəfə Pekka Plus Mega Şövalye gəldi. Deməli, əks tərəfə Valkyr atıram. Rəqib çox belə qəribə oynayır, necə gəldi spamlayır. Bütün oyun bilgim sıfırlanır. Bu arada fişəkçini yaramazdan kəsmək məcburiyyətindəyəm. Biz də o korumaları öldürəcək deyəcəkdim, yox, öldürə bilmədi tam da. Sağlı sollu bir dənə bunun üstünə atak gedərim. Mega'nı gözləyirəm əslində, amma ki Mega Şövalye hələ ki atmayacaq. Əslində əsl fıçını sol tərəfə atsaydım, bu dəqiqə sol tərəfi almışdım. Deməli Valkyr bu özəlliyi basacaq deyə, çünki altın şövalyenin özəlliyi ən tez dolan özəlliyidir. Deməli, rəqibin gördüyüm qədərilə atak kartı yoxdur, elə Mega Plus. Pekka oynayır. Deməli, Dart Goblin evrimli Mega'nı savunmaq.
Yəni əslində o qədər də çətin bir şey deyil. Sadəcə olaraq biraz əsəblərin körlənir. Yəni ora tullanır, bura tullanır, sağa tullanır. Özəlliyi basacaq. Özəlliyi qutarandan sonra valçur ata bilərik. Amma ki, indi bu dəqiqə orada bildiyin ordu var. Bir dənə hayalətin hayaletin o koruması bir klonu da biraz çox vurdu o kulemizə. Deməli, dartı yenə atırıq buradan. Biraz qabağa gələndən sonra korumalar da ata bilərik. Bunun özəlliyi var aslında. Sağ olsun bizə foil elətdirdi. Amma yenə də yaramaz. Bunların ikisini də savunacaq deyə düşünürəm. Birində vur. Super. Deməli, təzdən fıçı ilə ataka çıxa bilərik. Ortadan Teslamı keçirik. Sol tərəfə mən necə vuracam indi? Adam böyük ehtimal çox da bir oxların əlindən çıxartana oxşamır, amma yenə də sağ olsun bizə raket imkanı verdi. Qabağına mega şövalye. Deməli, ora oxlar plus raket əslində oranı alır. Özəlliyin əlindən elə çıxartmağı çox yaxşı oldu. Korumalar gec oldu, amma yenə də güc olmadı. Raket, bir də son oxlar. $15.000 kupa olduq. Deməli, bizim dostluqdan da burada 15.000 kupa olanlar var imiş çoxdan. Sandığımızı da götürək. Əsasən bizdə 14 olan kartlar çıxdı çoxsa, bir dənə axırdakı bu əfsanəvi kartdan başqa oldu. Bu qədər. Çox sağ olun. Təşəkkürlər. Özünüzə yaxşı baxın.